Hörmətli Ağdamlılar, əziz Qarabağlılar, mən hal-hazırda Ağdam Cümə Məscidinin olduğu ərazidəyəm. Bura Ağdam Cümə Məscidinin böyrü və yan hissəsidir. Necə deyərlər, burada yardımçı binalar artıq tikilməyə başlayıb. İstəyirəm bu barədə məlumat verəm. Bax, bu gördüyünüz bünövrə Ağdamın yardımçı binalarının tikildiyi ərazidir. Hansı ki, burada insanların rahat şəkildə dəstəmaz alması üçün olan binalar olacaq, həm bəylər, həm xanımlar üçün. Və eyni zamanda isə burada cənazələrin yuyulması üçün də bir bölmə ayrılıbdır. Hansı ki, o binada da cənazələr yuyulacaq. Ağdam Cümə Məscidinin ərazisi çox geniş olacaq. Buradan yol gələcək və bu binaların, yardımçı binaların arxa hissəsi isə bağ kimi salınacaq. Yəni, abadlaşdırılacaq, yaşıllıq zonası ilə əhatə olunacaq və Ağdam Cümə Məscidi öz əvvəlki əzəmətinə gətirilib çatdırılacaqdır. Bax, burada arxa hissəsidir. Arxa hissəsinə dediyim kimi yol çəkiləcək və bilirsiniz ki, Heydərliyev Fondu tərəfindən də Ağdam Cümə Məscidinin restorasiya işləri aparılıb və müasir formaya gətirilibdir. Bildiyiniz kimi, Ağdam Cümə Məscidi ermənilərin vandalizminə məruz qalmışdı və bina tam yararsız vəziyyətdə idi. Keçmişə nəzər salanda isə Ağdam Cümə Məscidində donuzların saxlanılması da çox özünü əyani şəkildə büruzə verirdi. Siz Google-da axtarış etdiyiniz zaman ermənilərin bu vəhşiliyinin şahidi olmuş olacaqsınız və çoxlarınız da zaten bunu bilirsiniz. Amma Ağdam şəhəri 2020-ci ildə işğaldan azad edildikdən sonra Heydərliyev Fondu məhz burada restorasiya işləri apardı və məscidin günbəzləri, xarici görünüşü və daxili görünüşündə təmir bərpa işləri aparıldı və yeni formaya gətirildi. Bu ərazidə isə söhbətgah yaradılacaq. Buraya gələn, namaz qılan şəxslərin məscidin ərazisində rahat şəkildə oturub dincəlməsi üçün söhbətgah bölməsi yaradılacaq. Bilirsiniz ki, məscidimiz Ağdam şəhərində tarixi qədim bir məsciddir. Məscidin qarşısında isə mərkəzi park, müasir Ağdam şəhərinin ən böyük mərkəzi park ərazisi inşa olunur. Ağdamların ən sevdiyi, belə Ağdamın simvolu hesab olunan Ağdam çay evi də məhz məscidin qarşısında inşa olunur və indi mən oranı sizə çəkib göstərəcəm. Ağdam Cümə Məscidinin qarşısında, sağ tərəfində Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş bulaq abidə kompleksi tikiləcək. Artıq çox işlər görülüb. Yaxın zamanda məhz bu bulaqda istifadəyə veriləcək. Bulağın yanında isə yenə dediyim kimi söhbətgah olacaq və o qarşıda bildiyiniz kimi az öncə məlumat verdim. Dəstəmaz otaqları, cənazə yuyulması üçün yer olacaq. Arxa tərəf isə yaşıllaşmış bir zonanı əhatə edəcək.